Deməli, Afkiş Otel bir həftə bundan qabaq mənə güllər sifariş edib. Güllərin gətirib çatdırmışıq. 640 manatlıq gül. Ödənişini eləmədilər. Dedilər ki, sabah üçün eləyəcək. Zəng elədim, cavab vermədilər. Üstündən bir gün keçdi, dedilər sabah eləyəcək. Dedim ki, mən sabah gəlməyəcəm. Bugün ödənişimi eləyim. Yoxsa polisə şikayət eləyəcəm, 102-yə məlumat verəcəm. Dedilər ki, buranın yiyəsin elə belə adam deyil, kimə şikayət eləyirsə eləyir. Dedim, onda qoyun güllərimi aparım, gülləri də vermirlər aparmağa. Yəni, biabırçı bir vəziyyətdir. İndi içəridə sizə gülləri də göstərəcəm. Güllərini çəkir. Baxın, güllərin bunlar içəridə, hamısı mənim gülümdür. Ödənişi olunmuyor. Hamıya da deyirlər ki, hücum edirlər üstümüzə. Gözləyir, biz sizdən alırıq. Siz bizə gördünüz də vəziyyətlə. İçəridəki gülləri çək, gülləri də çıxartmağa qoymurlar çölə. O hamısı 640 manatlıq gül alıblar. Bu boyda otel ödənişi eləmir. Görün nə vəziyyəti. Deyək, kimə də şikayət edilsə, səlahiyyətli şəxs. Mən çəkdim ki, istimaləşsin. Cənab Vilayət Evazova müraciət edirəm. Bu məsələdə kömək edir.